Salam dostlar, kanalıma xoş gəldiniz. Bugün sizlər üçün çox gözəl, dadlı, ətirli və yumşaq piroq resepti paylaşıram. Piroqu hazırlamaq üçün əvvəlcə 4 ədəd yumurtanın üzərinə 1 stəkan şəkər tozu və 1 paket vanil əlavə edib qarışdırıram. Onu da qeyd edim ki, əgər yumurtaları böyük olarsa 3 yumurtadan da istifadə edə bilərsiniz. Gördüyünüz kimi çırpıcı ilə bir qədər qarışdırdım. Daha sonra isə üzərinə 50 qram əridilmiş çörək yağı və 1 stəkan qatıq əlavə edib qarışdırıram. Üzərinə 2 stəkan və 1 xörək qaşığı dolu un əlavə edirəm. Daha sonra isə 1 paket kabartma tozu əlavə edirəm və yarım stəkan xırda doğranmış və ya üyüdülmüş qoz əlavə edib qarışdırıram. Belə bir qatılıqda xəmir alındı. Gördüyünüz kimi indi isə bişirəcəyimiz qabın içərisini bitki yağı ilə yağlayıb xəmiri qaba əlavə edirəm. İstifadə etdiyim bişirmə qabının ölçüsü 27 cm-dir. Əgər istəsəz, daha böyük ölçüdə olan soba listlərində də bu resepti bişirə bilərsiniz. Xəmiri qabın hər tərəfinə bərabər şəkildə yayıram. Daha sonra isə üzərinə 3-4 xörək qaşığı gavalı cemi əlavə edirəm. Zövqə görə istədiyiniz meyvənin cemindən və ya mürəbbəsindən istifadə edə bilərsiniz. Bundan əlavə olaraq bişmiş qatlaşdırılmış süd də bu mərhələdə xəmirin üzərinə əlavə edib qarışdıra bilərsiniz bir qədər. Daha sonra isə üzərinə tökmək üçün umac hazırlayıram. Onu da qeyd edim ki, umacı öncədən də hazırlayıb qoya bilərsiniz. Umacı hazırlamaq üçün 1 stəkan unun üzərinə yarım stəkan şəkər tozu və 50 qram duru yağ əlavə edib birlikdə qarışdırırıq. Umac formasına gəldikdən sonra isə üzərinə yarım stəkan xırda doğranmış qoz əlavə edirəm və qarışdırıram. Hazırladığımız umacı piroqun üzərinə hər bir tərəfinə bərabər şəkildə səpirəm. Piroqu artıq bişməyə göndərirəm. Bişirmə qabı şüşə olduğuna görə əlavə bir soba listinin içərisinə yerləşdirirəm. Belə olan halda qabın sınma ehtimalı olmur. Mənim sobamda 30-35 dəqiqəyə 100 dərəcədə bişdi. Sobaya görə təbii ki, bişmə dərəcəsi və vaxtı dəyişə bilər. Ona görə də əsas odur ki, altı və üzəri qızarana qədər bişiririk. Artıq piroqumuz hazırdır. Tam soyuduqdan sonra isə kəsib süfrəyə verə bilərik. Piroqumuz artıq hazırdır. Yumşaqlığını sizlərə videodan göstərə bilirəm, amma dadını və ətrini əlbəttə ki, hazırladıqdan sonra görə bilərsiniz. Ona görə də mütləq hazırlayın. Əgər videomu bəyəndinizsə, kanalıma abunə olaraq fikirlərinizi yorumlarda yazmağı unutmayın. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun, sağlıqla qalın.